Sualın cavabını və izahını gözləyən şəxslər diqqətlə qulaq asın. Qırmızı avtomobil sürücüsü bu yol ayrıcına bir tərəfli yolla yaxınlaşıb. 5.6 nişanı bir tərəfli yol bitdi. Qırmızı avtomobil sürücüsü ikinci zolaqda olduğu üçün sola-sağa dönə bilməz. Belə ki, dönməzdən əvvəl kənar vəziyyət tutmaq lazım idi. Yalnız düzünə hərəkət edə bilər. Geriyə də dönə bilməz. Çünki geriyə dönərsə digər sürücülərin üstünə sürmüş olacaq. Yəni 150 manat 4 bal. At qoy qırağa. Yalnız düzünə hərəkət edə bilər. Hansı trayektor üzrə? 3 yoxsa 4? Təbii ki, 4 trayektor üzrə. Belə ki, kəsişmədən sonra biz yenə 3 zolaq görürük. Lakin o kəsmədən sonraki 3 zolaq görürük. Hər hansı bir yol nişanı görmürüksə, biz həmin yol sahəsinə bir tərəfli yol deyə bilmərik. Həmin yol sahəsi 3 zolaqlı 2 tərəfli yoldur. Kənar zolaqlar hərəkət üçün ortadakı zolaq, yəni 3 trayektoriyası, 3 nömrəsi göstərilən trayektoriya. Ortadakı zolaq manevr zolağıdır. Həmin zolaqdan qarşıdan gələn olacaq. Gəlib sola geriyə dönmək istəyən olacaq. Ona görə 3 trayektoriyası üzrə hərəkət etmək qaydalara zidd olar. Yalnız 4 trayektoriyası üzrə hərəkət edə bilər. Sağ olun, sizinlə mən Rza Məmmədov idi.